Əziz qardaşlar, yenə bir gözəl kommentimiz var, maraqlı kommentdir. Qardaş yazıb ki, bunu mən dəfələrlə deyirəm, indi çox adamlar yəqin ki, düşmür də başa. Gözəl qardaşım, generalin adı varsa bəs eləyir də, məcbur deyil ki, tex pasport sənin adın olsun. Yəni generalini sənin adın adırsa, bez problem. O da necə olur? Sənin banka gecikmən var, rayon qeydiyyatı, şəhər qeydiyyatı və yaxud da rəsmi yerdə işləmirsən, onların heç biri sənin araşdırılmır. Yəni bizə aidiyyəti olmur. Bankadan kredit götürmüşsən, ödəməmişsən, yenə deyirəm, heç bizə qətiyyən aidiyyəti olmur. Gəlirsən, rahat şəkildə pulumu götürürsən. Elə bil ki, öz sürdüyün maşın 90-cı ildən yuxarıdırsa, profildəki nömrə ilə əlaqə saxlayırsan, maşının model markasını deyirsən, oradan sənə deyilir nə qədər pul ayrıla bilər, nə qədər verilə bilər. Gətirirsən maşını 20 dəqiqəyə sənədləşdirmə olunur, pulu rahat şəkildə götürürsən. Hələ burada ən gözəlliyi odur ki, maşının nömrəsi dəyişmir. Maşının nə nömrə ilə gəlib, o nömrə ilə də qalır. Kimə maraqlıdırsa, əziz qardaşlar, buyursun əlaqə saxlasın. Yarım saat, 20 dəqiqənin içində də gəlsin, kreditdə salsın, pulunu götürsün. Maşında qalsın özündə, götürdüyü pul da bölünsün, aylıqlara xırda-xırda ödəsin. İstəsəniz, buyurub əlaqə saxlayarsınız. Sağ olun.